Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiye ba'de. Möhtərəm müsəlmanlar, biz Allahın izni ilə Şeyxülislam Muhammed Ət-Təmimin 4 qayda kitabının şərhində davam edirik. En son qalmışdıq şərh edən Şeyximiz Xalid Raddadi, Allah ona rəhmət eləsin. Buyururdu İbn Qeyyim sözlərində ki, İbn Qeyyim rahmehullah gətirdi ki, tövhidin yer üzərindən getməsi qiyamət saatının en böyük əlamətidir. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki, la taqumu saat hatta la yuqalu fil ardı Allah Allah. Yeryüzünde Allah Allah sözü kesilmediyse kıyamet kopmaz. Sonra ise İbn Qeyyim rahmetullah buyurur ki, enne şirk teşbihü lil halik bil mahluk. Çünkü şirk haliki mahluka benzetmektir. Müşaretkin fi hasaisil ilahiyye. Onu ilahlık yani uluhiyet hususiyetlerini mahluka benzetmektir. Minel mulki zar ve nefe. Mülkünde, hayır vermekte, zarar vermekte, vel ata vermekte ve men' bir şey vermemekte. Ellezî yucibu taalluqud dua vel havf ve raca. Kalbin bağlanması olan vacib olan şeylerde. Duada, korkuda, ümitte, tevekkülde, ibadetlerin bütün növləri kulluha billahi vahde. Hamısı sırf Allah'a məxsusdur. فَمَنْ عَلَّقَ ذَٰلِكَ بِالْمَخْلُوقِ فَقَدْ شَبَّهَهُ بِالْخَالِقِ. Yani kim kalbini bu meselelerde mahluka bağlayarsa artık kimse Allah'a benzetmiş olar. Yani haliki mahluka benzetmiş olar. وَجَعَلَ مَنْ لَا يَمْلِكُ نَفْسِهِ ضَرًّا وَلَا مَوْتًا وَلَا عَيَادًا وَلَا نُشَّبِيهًا بِمَنْ لَهُ الْمُلْكُ كُلُّهُ. Yani kimi benzetmiş olar? Yani kimi ki Allah'tan qeyrisine kalbini bağlayarsa, ibadetleri ona sərf eləyərsə, onu Allah'a benzetmiş olar ve Allah'la iyileştirmiş olar. Yani hansı ki o la yemliku nefsi dar. Həmin o kalbini bağladığı öz nefsine zarar verebilmir. Xeyir verebilmir. Ne öldürmek, ne diriltmek, ne sonradan həşrləmək kudretinde değil. Bu kimsəni şəbihen bimən lehul mulk kulluhu. Mülkün hamısı özünə məxsus olan tay tutur. Allahu akbar. Ve lehul halqu kullu. Bütün yaradılış hamısı ona məxsusdur. Ve lehul mulku kullu. Yani bütün mülk hamısı ona məxsusdur. Ve ileyhi yurca'ul emru kullu. Ve bütün işler ona qayıdır. Ve biyedihi hayru kullu ve bütün işler hamısı onun elindedir. Vel azimetul umur kulluhu biyedihi subhanahu ve teala merciha ileyhi. Bütün önemli işlerin hamısı Allah subhanahu ve elinde ve hamısı ona qayıdır. Femmen şa'a kan ve men lem yeşa lem yekun. Allah ne isteyir olur, ne istemir olmur. La mani lima a'ta. Onun verdiğine mani olacak ve mani olduğuna da verecek kimse yoktur. Ellezî izâ fetha linnâs rahmeten felem mumsike lâ. Yani o Allah ki insanlara rahmetinden bir kapı açsa, yani bir şey açsa onu kimse karşısına alabilmez. Veyahut da neyse karşısına alsa onu ona kimse gönderebilmez. Ve sonra ise İbn Qeyyim rahimehullah buyuruyor ki ve akbahu teşbihil acizil fakir bizzat bil qadiril gani bizzat. En çirkin benzetme de her şeye sahip olan ve kudretli ve kadir olan zatı aciz ve mühtaç birine benzetmektir. Yani haliki mehlukat. Çünkü Allah her şeye kadir ve her şeyden zengindir. Yani sen onu kime benzetmiş olursan, yani belirlemekle, şerik koşmakla mehluka benzetmiş olursan. Aslında mehluk da özünədir, acizdir ve fakirdir. Min hasaisil ilahiyye. Yani Allah subhanahu ilahlık hususiyetlerinde. Vel kemel mutlak min cemi'il vucuh. Ellezî lâ naqsa fîhî bi vecihin minel vucuh. Yani mütlak kamilliği ona məxsusdur. Ve onun hiçbir cihetten naqisliği yoktur. Ve zâlike yuceb en tekunu ibadetu kulluhu lehu vahde. Ve bu da neye gerektirir? İbadetin bütün hamısının ona tek ona məxsus olmağını gerektirir. Ve ta'zim vel iclal. Onu ta'zim etmək, onu uzatılmaq. Vel haşyet ve dua. Ondan korkmak, dua etmək. Ve raca olsun. Vel inabe. Tövbe de ona ve tevakkul. Tevekkül ve tevbe ve isti'ane köme istemeyi. Ve gayetül hub ma gayetül zül. Ve onu en son derecede, en ahırıncı derecede sevmek ve ona en son derecede zelil olmak lazım. Kullu zâlike yecibu aqlan ve şer'a fetreden en yekûne lillah vahde. Ve bunların hamısı hem ağlı, hem şeriyet, hem de fitret cihetinden hamısı Allah'a məxsusdur. Ve yemtenu aqlan ve şer'an ve fetreden en yekûne li gayri. Ve ağıl, şeriyet ve fitret zaten mümkündür ki başkasına has olsun. فَمَنْ فَعَلَ شَيْئًا مِنْ ذَٰلِكَ لِغَيْرِهِ فَقَدْ شَبَّهَ ذَٰلِكَ الْغَيْرِ بِمَنْ لَا شَبِيهَ لَهُ وَلَا مَثِلَ لَهُ وَلَا نِدَّ لَهُ وَذَٰلِكَ أَعْوَهُ تَشْبِيهُ وَأَبْطَلَهُ. Ve kim de bu şeyi eləyərsə, yani bu ibadetleri Allah'tan gerisine yönelirse, o artık hiçbir benzeri, tayı, oxşarı olmayanı
məxluqa bənzətmiş olar. Allahu akbar. Və zəlikə əqbıq təşbih və abtalə. Və bu da bənzətməyin ən çirkin növü, ən batilidir. Və lihədəqəl umur və غيرها أخبر سبحانه وتعالى أنه لا يغفر الله مع أنه كتب على نفسه رحمة. Ona görə də Allah öz nəfsi üçün rəhmət yazmasına baxmayaraq bu əməli, yəni şirki bağışlamayacağını qeyd etmişdi. Şirki bağışlamayacağını qeyd etmişdi. Sonra isə yəni müəllif rahimehullah gəlir ki, "Qavluhu la'allallah an yuxallisqa min hadihi şəbqə və yeşirku billah." Yəni buna görə də Allah Subhanahu taala ola bilsin ki, səni bununla səni bu tordan xilas eləsin. Tordan xilas eləsin. Bu torda nədir? Yeşirk billah, Allah'a şərik qoşmaqdır. Yuxallisqa minət-təxlis, yəni qurtulmaq. Yəni xilas etmək sözündəndir. Və xallasu min kədə təxlisən ey nəccahu. Yəni Allah bir şeyi xilas etmək, yəni ona nicat vermək deməkdir. Mə'nahu li'allallah yuncika. Yəni ola bilsin Allah Subhanahu səni bununla nicat versin, qurtuluş versin. Şəbəkə, yəni li'allallah ola bilsin ən yuxallisaka min hadihi şəbəkə. Yəni səni bu şirk torundan xilas eləsin. O da Allah Subhanahu şərik qoşmaqdır. Və şəbəkə təşdid şəfət fil yabi والكف شاركه الصائد التي يصيد بها في البر والماء. Yəni tora deyilir. Tor hansı ki onun quruda da və dənizdə də bir şey ələ keçirmək üçün istifadə edilir. Mə'na ənə şirkən həbəil said. Yəni şirk şarakən, yəni nədir? Sanki ovun ipidir. Və qad yaqa fihi insan sanki o necə heyvan və s. ovlayanda tora düşür. İnsan da sanki o tora düşür. Və tə'tər latifən yunəsibu təxvim minə şirk və hədr minhu. Yəni bu ona görə bənzədib ki, şirkin təhlükəsini ondan çəkinməyin vacibliyinə görə tora bənzədib. Ki Allah ola bilsin bununla səni bu şirk torundan xilas eləsin. Yəni burada tordan qəsdi şirkdir. Hətta alə inayəti bit təvhid və ihtimam ilə. Həmçinin bunu deməkdə məqsədi tövhidə diqqət çəkmək və ona yönətməkdir. Ona yönətməyə təcviz etməkdir. Və ənəslə şəbəkəti şirk və ləti əvqa sahibə fil zələl. Qamitənlə əmreyn. Yəni, kim ki bu şirk şəbəkəsində toruna düşübsə, zəalətə düşübsə, o iki şeydən birinə görədir. Suizanlı billah, Allah haqqında pis zən və adamu təqdirilləhi teala haqqa qadrihi və Allaha layiqincə qədir qiymətə qoymamaqdır. Allahı layiqincə qədir qiymətə qoymamaqdır. Böyük İslam alimi Qal-el-Miqrizi rahimehullah teala böyük İslam alimi Miqrizi buyurur ki: "İ'lem enneke izâ te'ammelte cemi'at tevâhil zalal vel bid'a vecedte asl-ı zalalatim raci' le şey'eyn. Ahaduhuma zannuhum billah zanne su' ve sani ennehum lem yaqdirur rabbe hakkı qadrihi." İmam Miqrizi rahimehullah buyurur ki, çox əzəmətli sözdür. Deyir ki, azğınlıq, sapıqlıq və bidət firqənin hamısını diqqətlə araşdırsan görərsən ki, onların azğınlığı iki şey üzərində qurulur. Əsası ikidir. Birinci, Allaha qarşı, Allah haqqında pis zəndə olmaq. İkincisi, Allahı layiqincə qədir qiymətə qoymamaqdır. Və qalə Teala uca Allah buyurur ki, İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah özünə şərik qoşulmasını bağışlamaz. Bundan aşağı günahları isə istədiyinə bağışlayar. Qalə İbn Kəthir rahimehullah Teala, İbn Kəthir rahimehullah buyurur ki, Əxbərə Teala, Allah xəbər verir ki, la yaghfiru an yushraka bihi, özünə şərik qoşanı bağışlamaz. Ey la yaghfiru li abdin laqiyahu və müşrikun bihi. Yəni kimi bağışlamaz? Allahla ona şərik qoşduğu halda görüşən qulu. Yəni tövbə edilsə bundan kənardadır. Və yaghfiru ma dun zalika limen yasha. Bundan aşağı günahları istədiyinə bağışlayar. Ey minəz-zunub, yəni bundan aşağı günahları. Limen yasha istədiyinə, ey min ibadi, yəni qullarından istədiyinə. Təfsir İbn Kəsir. Qala Şinqiti rahimehullah Teala, böyük İslam alimi Şinqiti Allahın rəhmət eləsin buyurur ki: "Zəkər fi hadihi al-ayətil kərimə ennehu Teala la yaghfiru işraka bihi və ennehu la yaghfiru gayra zalika limen yasha." وأن من أشرك بالله فقد افترى على إثما مبينا وذكر في الموضع الآخر أن محل كون لا يغفر الإشراك به إذا لم يتب مشرك من ذلك فإن تاب غفر الله له. Burada yani məşhur İslam alimlərindən biri, təfsir müəlliflərindən biri İmam Muhammed Əmin Şinqiti'nin rahmanullah sözünü getirir ki, yani bu ayədə Allah Subhanahu taala zikirləmişdi ki, uca Allah özünə şərik qoşulmasını bağışlamaz. Başqa ayədə Allah Subhanahu taala qeyd etmiş ki, kim Allah'a şərik qoşarsa böyük bir iftira atmış olar. Bundan aşağı günahları isə, şirkdən aşağı günahları istədiyinə bağışlayar. Digər ayələrdə də bunu bildirmişdi. Yəni həmçinin Quran-ı Kərim başqa yerdə bildirmişdi ki,
Bu ayələr ona dəlalət edir ki, Quran-Kərimdə bəzi ayələr Allah Subhanahu burada müşrikdən söhbət edir. O müşrik ki, tövbə eləməyib. Yəni Allah Subhanahu şərik qoşub və tövbə eləmədən ölərsə, tövbə eləsə Allah Subhanahu bağışlayır. Tövbə eləyən səni Allah bağışlayır. Necə ki Allah Subhanahu buyurur ki, illə mən təbə və əmənə və amilə salihə. Yəni kim ki tövbə eləyərsə və salih əməl eləyərsə. Şimdi istisna racin li qavlihi, yəni istisna hansı sözə qadir? Vəl-ləzinə lə yəd'unə mə'allah iləhən əxar. Furqan surəsi axırıncı ayələr. O kimsələr ki Allahla yanaşı başqa ilaha yalvarmazlar. Və mə atəfə aleyhi li'ənnə mə'nəl kul cəmi fi qavlihi və mən yəfəl zəlikə yəlqə əthəmi. Allah subhanət hala yəni müminlər sifətlərini vəsf edir ki, onlar Allahla yanaşı başqa bir ilaha yalvarmazlar və s. və s. və s. Sonra isə gəlir ki, bunu edənlər yəni, cəzaya düşər olar. İllə mən təbə. Yalnız tövbə eləyənlər istisnadır. Hadi burada da şirkdən də tövbə eləyənlər qəsd olunur bütün günahlardan. Qul lillezine kəfəru in yentəhu yuğfər ləhum mə qad sələf. Allah Subhanahu Enfal surəsi 38-ci ayədə buyurur ki, qul de lillezine kəfəru kafir olanlara əgər son qoysalar Allah onların keçmiş günahlarını bağışlayar. Və zəkər fi mavdi'l axar enne men əşrəkə billah fəqad zallə zalalen bə'idə anil haqq. Başqa ayədə Allah Subhanahu xatırlatmışdı ki, zikr etmişdi ki, kim Allah'a şərik qoşarsa artıq haqdan uzun uzadı sapmış olar. İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah kim həqiqətən Allah özünə şərik qoşanı bağışlamaz, bundan aşağı günahları istədiyində bağışlayar. Və men yushrik billahi faqad dalla zalalan ba'ida. Kim Allah'a şərik qoşarsa artıq açıq-aydın uzaq bir sapıqlığa düşmüş olar. Və sarrah bi enne men əşrəkə billahi fəl cənnətu aleyhi haram və məvahu nar bi qavli təala. Həmçinin Allah Subhanahu xəbər vermişdi ki, kim Allah'a şərik qoşarsa onun sığınacağı yer cəhənnəmdir və cənnət ona haramdır. Necə Maidə surəsi 70-ci ayədə Allah Subhanahu buyurur ki, İnnehu men yushrik billah fəqad harramallahu aleyhil cənnə və məvahu nar. Kim Allah'a şərik qoşarsa Allah cənnəti ona haram eləyər, onun sığınacağı yer cəhənnəmdir. Və nədə əshabun nar əshabul cənnəti ən əfidu aleyhinə minəl mə əv mimma rəzəkumullah. Yəni burada cəhənnəm əhli cənnət əhlini səsləyərək deyəcək ki, Allahın sevdiyi ruzidən və Allahın sevdiyi ruzidən və sudan bizim üzərimizə tökün. Qalu, yəni cəhənnət əhli cavab edəcək ki, İnna Allah harramahum aləl kafirin. Allah onları kafirlər haram etmişdir. Ərəf surəsi 50-ci ayə. Və zikri fi mavdil axar ennel müşrik la yurca lahu xalas. Və Allah Subhanahu taala başqa yerdə zikirləmişdi ki, xatırlatmışdı ki, bizlərə Allah'a şərik qoşan müşrikin qurtulma ihtimalı yoxdur. Ümid olunmur ki, qurtulsun. Və huvə qavlu təala. O da Allah Subhanahu taala'nın yəni bu sözüdür. Yəni şirvenin burada Allah yəni hansı ayəni getirir? Bu da çox əzəmətli ayələrdəndir. Hunəfə lillah qeyri müşrikinə bih. Yəni onlar Allah'a tək Allah'a ibadət edirlər, ona şərik qoşmazlar. O mən şirk billah kim Allah'a şərik qoşarsa, sanki o nəyə bənzəyir? Səmadan düşüb, quşların onu götürüb və külləyin uzaq bir yerə soğuru apardığı şeyə bənzəyir. Və sarrah fi mavdil axar bi ennel işrak zulmun azim bi qavli an Luqman muqarriran lahu. Və həmçinin başqa yerdə Allah Subhanahu zikirləmişdi ki, Allah'a şərik qoşan ən böyük zülümdür. Necə ki Luqman dilindən iqrar eləmişdi. İnnə şirkə lə zulmun azim. Həqiqətən şirk böyük bir zülümdür. Luqman surəsi 13-cü ayə. Və zəkərə fi mavdil axar ennel əmnət təm vəl ihdidə huma limen lem yelbis imanun bi şirk və huve qavluhu təala. Və həmçinin başqa yerdə Allah Subhanahu zikirləmişdi ki, kamil əminamanlıq, yəni tamamən əminamançılıq və doğru yol, hidayət nəyə bağlıdır? İman gətir, imanlarını şirkə qarışdırmayanlara. Uca Allah Ənam surəsi 82-ci ayədə buyurur ki, Əllədinə əmənu və ləm yəlbisi imanəhum bi zulmin uləykə ləhul əmru və hum muhtədun. O kimsələr ki, iman gətirənlər və imanlarını zülmə, yəni şirkə qarışdırmazlar, onlar əminamanlıq içindədirlər və məhz doğru yolda olanlar onlardır. O qad sahha anhu sallallahu aleyhi ve sellem, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem səhih yolundan gəlmişdi ki, buradakı zülm şirk deməkdir. Və burada Şeyx Muhammed Əmər Şinqitinin sözüqtarı Ədval Bəyan kitab 1-ci cild 393-394-cü səhifə. Bundan sonra isə müəllif gətirəcək 4 qaydanın özünü. Bunu inşallah gələn dərsimizdə götürəcək. Düzün Allah bilir və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə əlihi və sahbihi əcməin. Subhanəkəlləhu və əmin. Əşhədən də əstəğfirullah. Selamun aleyküm və rahmetullahi və berekatuhu.